Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev təsdiq olunmuş qəbul qrafikinə uyğun olaraq rayonun Qarasu kəndində vətəndaşların növbəti səyar qəbulunu keçirdi. Səyar qəbulda rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etdilər. Rayon rəhbəri çıxışında vətəndaşların müraciətlərinin əsaslıq yanaşılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı. Bildirdi ki, vətəndaşların problemlərinin vaxtında öyrənilməsi və aradan qaldırılması məqsədi ilə səyyar qəbullar mütəmadi olaraq davam etdirilir və bu görüşlər insanların dövlət orqanlarına müraciət imkanlarının daha da asanlaşdırılmasına xidmət edir. Hörmətli Qarasu kənd sakinləri, biz qrafik üzrə sizinlə görüşə gəlmişik və bu görüşlərin keçirilməsi ölkəmizdə möhtərəm cənab prezidentin tapşırığı əsasında həyata keçirilir. Yerdə vətəndaş problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi. Oturan yerdə danışsız daha rahat olar. Sizə belə ayaq. Mənim yoldaşım şəkər xəstəsidir. 9 ildir ev amputasiya olub, ev tutuqlıdır, çox sağ olun. Ona dərman yazılmışdı, insulinlər yazılmışdı. Xəstəxanadan 3 dənəsini kəsiblər, vermirlər. Elə ilk növbədə yəni axlarımızın təmizlənməsi, bax bu məsələ elə önəmli məsələlərdən biridir. Bizim də kəndin əsas bu yollarında sərt qavallıqlar var. Gecə axşamlar çox qaranlıq olur. O yolların işıqlandırmasını xahiş edirəm ki, imkan daxilində köməklik göstərəsiniz. Şəmkir kanal deyilən ana kanalı düzdür, çəkilibdir, yaxşı çəkilibdir. Bizdə bu kanalın həm təmizlənməyi, düzdür, bir hissəsi təmizlənib. Tüp məntəqəmiz yoxdur, biraz bərbad vəziyyətlədir, buna kömək edir. Həm gəlin oxuyur, necə bu bölgələrdə bir iş yeri olan. Bizim pay torpağımız var, hansı ki bölgə verilib, 2 hektar 76 sot. Orada yerin üstündə bizim yeri zəbt edən böyük qonşumuz mənim oğlumu orada döymək istərlər. Məhkəmə oldu, məhkəmə qərar çıxartdı, yaşadığım evdə qaz yoxdur. Bu cümlədə mənim qonşularımdır. 7 dənə qonşum qazsızıq. O yüzden hemen o dediğim kətdə bir artığım var, bircə suyu var. Bərxadan ötəri. Keçən ildən də plana salıblar onu düzəltməyiblər. Mən su ilə bağlı problemimiz 520 nömrəli artçılandır, bir də 908 nömrəli artçı. İndi gənə bir aydır motor yandı, Fuad müəllimdə qəbulda olmuşuq. Bizə bir dənə nasos kömək eləsin, bir də o quyunu plana salsınlar. Özümüz dayandırıqlar. Tamam, piyada gedirlər. Marşrut xətti yoxdur, avtobus yoxdur. Tələbələr cəmaat yollardan. 2 ay bizim kənd avtobus işlər. Bizim sağ olsun yolu çəkiblər, bizim yolların ehtiyacı var, bəli yerlərdə. Çünki kəndimizin stadionu yoxdur, yəni əvvəl olur. Sizdən bir xahiş edirdim, bələdiyyə də bilir. Əvvəl harada olur? Aşağıda, kəndin aşağı hissəsində bir yer var. İndi o yer nə yerdir? Boşdur. Elə orada eləmək olar mı? Onlar sizdən xahiş edirdim, köməkli edərsiniz. Bələdiyyə də deyim ki, icra nümayəndəsi də bilir, onlara sizə köməkli edərdiniz, stadionu bərpa edərsiniz. Bu Goranboy gənclər paytaxtıdır, orada gənclər olur mu? Nə kömək lazım olsa, mənə də deyirsiniz, regionla da danışırsa, bir yerdə məsələni həll edir. Çox sağ olun, yaxşı. Sizə də xahiş edirəm ki, 5 ildir bizə atsan söz verdilər, sərəncamımız da əlimizdədir, yəni onunla bir maraqlı. Bizim kənd arası yollarımıza, nə bilim, qırçıldan, şirbindən, nə lazım olsa ondan tökərbiz. Vətəndaşların qaldırdıqları məsələlər icra başçısı tərəfindən diqqətlə dinlənildi, bəzi müraciətlərlə bağlı yerində tapşırıq və tövsiyələr verildi, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü. Müraciətlərin operativ şəkildə qanunvericiliyə uyğun araşdırılması, tədbirlərin görülməsi və nəticəsi barədə müraciət edən şəxslərə məlumat verilməsi ilə bağlı konkret tapşırıqlar verildi.